Salam dəyərli abituriyentlər və müəllimlər. Bugün güvən sınaqlar toplusundan ikinci sınağın izahına baxacağıq. Gəlin başlayaq. Bir nömrəli sualda bizə deyir ki, başlanğıc sürəti 30 metr böl saniyə olan avtomobil düz xətli bərabər təcilli hərəkət edir. 6-cı saniyənin sonunda sürəti 12 olan bu avtomobilin təcilinin modulunu hesablayın. Baxın, başlanğıc sürəti var. V0 30 verib. Zamanı və son sürəti də verib. Təcili istəyirsə yazıram A bərabərdir. V çıx V0 böl T. V son sürətimiz 12-dir. Çıxıram 30-u, bölürəm zamanım 6-ya. 18-i, mənfi 18-i də 6-ya böləndə mənfi 3 düşür. Lakin təcilin modulunu istədiyi üçün müsbət 3 götürürük. Yəni B variantı. 32. Cisim x oxu istiqamətində 5 metr böl saniyə sürətlə düz xətli bərabər sürətlə hərəkət edir. Bu cisim K nöqtəsini keçən andan 8 saniyə sonra M nöqtəsinə çatır. M nöqtəsinin koordinatını hesablayın. Uşaqlar, koordinat tənliyini yazaram. Bərabər sürətlər hərəkət üçün yazıram. X bərabərdir. X 0 üstə gəl VT yazaram. Buradan X-ı bilmirəm. X M-imdir. Bərabərdir. X 0 mənfi 10-dur. Üstə gəlsin. Sürət niyə müsbətdir? Çünki cisim x oxu istiqamətində hərəkət edir. Ona görə 5 vurulsun T-nin də yerinə 8 yazaram. Buradan x bərabər olar. Mənfi 10 üstə gəlsin 40-a. X-i də 30 metr tapıram. Deməli, M nöqtəsinin koordinatı 30-dur. C variantı. 33. Düz xətlə hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. İlk 10 saniyə ərzində cismin getdiyi yolu hesablayın. Baxın, 5-dən əvvəlcə gəlib 8-ə. Yəni, bu gedibdir, deməli, 3 metr. Üstə gəlirəm. 8-dən düşüb 0-a 8 metr yol gedib. Üstə gəlirəm. Bir də 0-dan 3-ə qalxıb 3 metrdə yol gedib. 10 saniyə ərzində ümumi 14 metr yol getmiş olubdur. Cavab olur D variantı. 34. Suya nəzərən sürəti 1 metr böl saniyə olan idmançı çayın bir sahilindəki A məntəqəsindən AB istiqamətində çayın digər sahilinə doğru üzməyə başlayır. Çayın axın sürəti V çay 0.8 metr böl saniyə olduğundan idmançı 50 saniyə ərzində çayın digər sahilindəki C məntəqəsinə çatır. İdmançı bərabər sürətlə üzərsə çayın enini hesablayın. Deməli, burada uşaqlar biz belə bir şey edə bilərik. Bu bir vektorunu bizə veribdir. Bunu yazaram burada 1. Daha sonra isə bunu götürərəm C tərəfi 1. Biz çay vektorunu bu uca qoysaq, olduğu kimi sürüşdürdüm. Çay vektorunda mənə 0.8 veribsə, yəni buna da mən məsələn B deyərəm. Onda tərəfimi tapa bilərəm. Pifagor teoreminə görə baxın buranı. Yəni cismi yuxarıya doğru aparan sürətini tapa bilərəm. Bunun üçün də yazacağım C kvadratı bərabərdir. A kvadrat üstə gəl B kvadrat. Buradan 1 bərabərdir. A kvadrat üstə gəlinsin 0,64. Buradan A kvadratını alıram 0,36. A-nı da buradan 0,6 tapıram. Daha sonra da bu sürəti tapdım mı 0,6? İndi məndən də bu n-ni istəyir də. Baxın, bu hissəni istəyir. Onda həmin hissəndə qət etmə müddəti var. S bərabər VT ilə. 0,6-nı da vururam 50-yə. Bu da mənə 30 verir. Yəni, cavabı götürürəm 30 metr. C variantı. 35 nömrəli sual. Yol zaman tənliyi şəklində olan cismin ilk 4 saniyə ərzindəki orta sürətini hesablayın. Deməli, orta sürət tapmaq üçün bunun getdiyi ümumi yolu tapmalıyım. Bunun üçün də elə S-də gətirib T-nin yerinə 4 qoyacam. 10 vurulsun 4, üstə gəlsin 2 vurulsun 4-ün kvadratı 16. 40-ın da üstə 32 gələndə 72-dir. Bunu tapandan sonra da orta sürət istərsə B orta bərabərdə S ümumi bölünsün T ümumi. S ümumi 72-dir, T ümumi 4-dür. Bunları da bir-birinə böləndə mən 18 alaram. Yəni D variantı. 36. Sürət vektorlarının istiqamətləri təsvir olunmuş iki cisim x oxu boyunca hərəkət edir. Əgər birinci cisim düz xətli bərabər yeyinləşən, ikinci cisim isə bərabər yavaşan hərəkət edərsə. Fikir verin birinci cismə. X oxu istiqamətində gedir. Sürət müsbətdir. Deyir, yeyinləşən hərəkət etsin. Deməli, təcil də müsbətdir. Yəni, 0-dan böyükdür. İkinci deyir ki, baxıram sürət x oxunun əksinədir, mənfidir. Və yavaşayan hərəkət etməsi üçün təcil yenə müsbət olmalıdır. Yəni, hər ikisində təcil 0-dan böyükdür. A variantı. Keçək 37 nömrəli suala. X oxu istiqamətində düz xətli bərabər sürətlə hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki hansıdır? X oxu istiqamətdədirsə, qrafik T oxunun üzərində olmalıdır. Lakin burada sürüşdürmə qaydası var.
Bərabər sürətli deyirsə x t-dən düz asılı olmalıdır. Burada c sıfırdan başlamayıb. Sürüşdərəndə x oxunun əksinə olur. D x oxunun əksinədir. Y x oxu istiqamətdədir. Ona görə cavabı Y götürərəm. 38. R radiusu çevrə üzrə sabit V sürəti ilə hərəkət edən cismin tez zaman müddətindəki dövrlərinin sayı V bərabərdir. Düstur 2 pi r n bölünsün t-dir. Buradan da n-i tapanda VT bölünsün 2 pi r olur. Kiçik t-dir bu. VT bölünsün 2 pi r. Cavabı götürərəm A variantı. 39. Verilmiş radiusu çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin K nöqtəsindən keçən anda sürət və təcil vektorları. Deməli, baxıram oxumun istiqamətini sadə qrəbinin əksinə gəlir. K nöqtəsindən baxın sürət belə yönəlir. Toxunan istiqamətdə göstərirəm. Baxın belə. Təcil isə mərkəzə doğru gedir. Baxın bu istiqamətdə. Təcil B cavab olur C variantı. Gələk 40 nömrəli suala. Maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkətlərində bucaq sürətin mərkəz qaçma təcilindən asıllıq diaqramı verilmişdir. Hansı nöqtə xətti sürətin ən kiçik qiymətinə uyğundur? A bərabərdir omega V. Xətti sürətin kiçik qiyməti omeganın böyük, təcilin kiçik qiymətidir. Omeganın böyüyü 1,2-dir, təcilin kiçik qiyməti də 4,1-dir. Yəni gəlib 1-də kəsişirlər. Cavab A variantı. 11. Maddi nöqtə verilmiş radiusu çevrə üzrə bərabər sürətlə hərəkət edir. Maddi nöqtənin dövr etmə periodunu 2 dəfə artırdıqda mərkəzi qaçma təcili A bərabərdir 4 pi kvadratı r bölünsün t kvadratı. Təcil periodun kvadratı ilə tərs asıdır. Periodu 2 dəfə artıranda başında kvadrat var. Məxrəc 4 dəfə artır, onda təcil 4 dəfə azalır. Yəni cavabı götürərəm B variantı. 42. Saatın saniyə qrəbinin uc nöqtəsinin mərkəzi qaçma təcilinin onun uzunluğundan, yəni radiusdan söhbət gedir. A bərabərdir, məsələn, 4 pi kvadratı r n kvadratına görə təcil uzunluqla düz asıdır, yəni A variantı. 43. Maddi nöqtə R radiusu çevrə üzrə bərabər sürətlə hərəkət edir. Radius vektorun dönmə bucağının pi radian qiymətində maddi nöqtənin yer dəyişməsi modulu. Əgər dönmə bucağı pi radiandırsa, bu 180 dərəcədir. 180 dərəcə çevrədə t bərabər t bölü 2 anına uyğun gəlir. Bu anda yer dəyişmə isə 2 r-ə bərabərdir. Yəni cavabı götürərəm D variantı. 44. Çevrə üzrə bərabər sürətli hərəkətdə radius vektorun dönmə bucağının zamandan asıllıq qrafikinə əsasən bucaq sürəti omega bərabərdir delta fi bölünsün t-yə. Delta fi 15-dən 3 çıxıram 12 bölürəm 3-ə. Bu da mənə 4 verir. Yəni omega olur C variantı. Keçək 45 nömrəli suala. F qüvvə vektorunun modulunu hesablayın deyir. Qüvvəni proyeksiya ayırırıq. Bucaqla bitişi olan tərəfi mən kosinus alfa deyərəm. Kosinus alfa. Bucaqdan uzaq olan tərəfə isə sinus alfa deyərəm. F sinus alfa. Deməli, burada fx bərabərdir. F kosinus alfadır. X ox üzrə proyeksiya 24'dür, bərabərdir f vurulsun. Kosinus alfam da 0,6'dır. Onda f'i də buradan tapanda 240'ı bölməliyəm 6'ya. Bu da mənə 40 verər. Yəni Y variantı. 46. Newton vur saniyə kvadratı bölünsün metr ifadəsi. Newton atsam kilogram vur metr bölünsün saniyə kvadratı. Vursam saniyə kvadratına. Bölsəm metrə. Saniyə kvadratları gedər, metrlər gedər, kilogram qalar. Yəni kütlə B variantı. 47. Cismə tətbiq olmuş 4 qüvvənin əvəzləyicisinin modulunu hesablayın. Birinci növbədə F2 ilə F1-in əvəzləyicisinin özü tapıram F3 istiqamətində olmalıdır. Elə bu ikisinin əvəzləyicisini də tapanda kök altda 16'ın kvadratı 256'dır. 12'nin kvadratı 144. Bunları toplayanda kökdə 400 verir. Ondan da 20 çıxır. Görürəm eyni istiqamətdə 20 Newton bir əvəzləyici var. Bir də F3 var. Toplayıram yuxarıya doğru 40 olur. Aşağıya doğru 15. 40'dan da 15 çıxsam cavabı 25 Newton taparam. Yəni C variantı. 48. Kütlələri 200 və 800 qram olan iki cisim qarşılıqlı təsiri zamanı birinci cismin aldığı təcil, ikincinin aldığı təcildən 1,2 dəfə çoxdur. 1,2 qədər çoxdur. Onda yazaram A2 bərabərdir. A1 üstə gəlsin 1,2. F bərabər demaya görə tərs asıdırlar. M1'in M2 olan nisbəti bərabərdir. A2'nin A1'ə nisbətinə. Buradan M1 200'dür. M2 800'dür. Bərabərdir. A2'nin yerinə A1 plus 1,2 qoyuram. Bölürəm A1'ə. Bunlar gedir. 4'də 1 alıram. Çarpaz vururam. 4A1 üstə gəlsin
4/8 bərabərdir A1-ə. Buradan 3A1 4/8-ə bərabərdirsə, A1 nə qədər olar? 1/6. Yəni cavabı taparam elə D variantı. 49. Bir ucu bərk edilmiş dinamometrin göstəricisine sizdən onun sərbəst ucuna təsir edən qüvvənin qiymətini və xətanı. Qüvvə ilə göstəridə dinamometrdə 60 newtonu göstərir. Qüvvə 60-dır. Cihazın xətasına gələndə də ki, 50-dən sonra 60 gəlibsə, bir bölgümün qiyməti 5-dir ki, 50-dən sonra 5,55 olub, sonra 60 olub. Yəni bir bölgüm 5-dir, 5 newton bərabərdir. Onun yarısı da xətamı verir da, mən o da 2/5. Cavab Y variantı. 20. Həcmi 4 kubmetr sıxlığı 0,8 qram bölünsün santimetrin kubu olan cismin kütləsi n bərabər rho v. Buradan da 4 vurulsun 0,8. Bu 3/2'dir. Çevirəndə də 3200 kilogram götürə bilərəm. Yəni Y variantı. Gələk 51-ə. Sürətdən qüvvəyə keçməyimi istəyir. Qüvvənin qrafiki təcil qrafikindən eyni olur. Baxın, ikinci hissədə sürət sabitdir, təcil qüvvə 0. Bunlar getdi. Birinci hissədə yeyinləşən hərəkət edir. Sürət müsbətdir, yeyinləşən olduğu üçün təcil də müsbətdir, onda qüvvə də müsbətdə olmalıdır. Cavabı B götürərəm. 52. Skalyar fiziki cəmiyyətli yol. Beynəlxalq sistemdə hər ikisinin vahidi metrdir. Trayektoriyanın uzunluğuna bərabərdir yol. Qapalı trayektoriya üzrə hərəkətdə 0-a bərabərdir yer dəyişmə. 1, 3, 4, 2 cavabı D götürərəm. 53. Açar sözlərdən istifadə edərək ardıcılı tamamlayın. Ədədi qiymətcə vahid zamanda sürət dəyişməsinə bərabər olan cəmiyyət təcildir. Bir cismin digər cismə təsirini xarakteriz edən fiziki cəmiyyət qüvvədir. Düz xətlər hərəkətdə cismə təsir edən qüvvələrinə vəzifəsi qiymət və istiqamətcə sabit qalır. Bərabər təcillər hərəkətdə. Düz xətli bərabər sürətlər hərəkətdə cismə təsir edən qüvvələrinə vəzifəsi 0 olur. 2, 3, 1, 4 olur cavab. Keçək 54-ə. Bizə deyir ki, düz xətli bərabər yeyinləşən hərəkət edən cisim ilk 5 saniyə ərzində 25 metr yol gedir. 5-ci saniyənin sonunda sürəti 8 metr bölü saniyə olarsa başlanğıc sürət. Uşaqlar, gəlin bundan gedək də. S bərabərdir. V plus V0 bölü 2 vur T. S-i bizə verib 25 bərabərdir. V var 8'dir. V0 yoxdur. Bölürəm 2'yə, vururam zamanda 5'ə. Buradan 50 bərabərdir. 5'i 8'ə vururam 40. Üstə gəlsin 5 V0'a. Buradan 5 V0 bərabərdir 10'a. Onda V0'ı da 2 tapıram. Deməli, başlanğıc sürətim 2'dir. 55. O mərkəzindən kənar keçən ox ətrafında fırlanan diskin el kənar nöqtəsinin sürəti 1/8 olarsa, diskin dövr etmə periodunun saniyə ilə hesablayın. Birinci növbədə diskin radiusuna baxaram. 3 damadır. 1,1 desimetrdirsə, radiusum olur 3 desimetr. 1 desimetrim 0,1 metrdirsə, bu 0,3 metr olar. Daha sonra sürəti də çevirərəm. Bu da 0,118 metr bölünsün saniyə verər. Dövr etmə periodunu istəyirsə T bərabər olar 2 pi bölünsün V-yə. 2 pi 6'dır. Elim 0,3'dür. V də 0,118'dir. Buradan da 180'i də bölsəm 18'ə mənə 10 verir. Cavab olur 10. 56. Düz xətlə hərəkət edən cismin getdiyi yolun zamanda asıllıq qrafiki verilmişdir. Baxın uşaqlar, bu cisim bərabər yavaşayan hərəkət edir. Bərabər yavaşayan hərəkətdə təcil qiymət və istiqamətcə bərabər olur. Yəni dəyişmir. Ona görə 5'i götürərəm. Yavaşladığı üçün getdikcə sürət azalır. Ona görə 1-dəki sürət də 2-dən çoxdur. Cavab olur 3, 5. 57-də gəlin görək nə deyir. Birdə deyir təcil vektoru sürət vektoru istiqamətində yönəlib. Bu bərabər yeyinləşən hərəkətdədir. AB hissəsində düz xətli bərabər yeyinləşən hərəkət edir. Bəli, buna uyğun gələ bilər. Təcil vektoru sürət vektorunun əksinə yönəlib. Bu yavaşayan hərəkətdə olmalıdır. Burada bərabər yavaşayan hərəkət yoxdursa heç birinə getmir. Təcil vektoru sürət vektoruna perpendikulyardırsa bu çevrədə olur. O da BC hissəsindədir. Təcil 0-a bərabərdir. Təcil düz xətli bərabər sürətlidir. Yəni CD düz xətli bərabər sürətli olduğu üçün orada 0 olur. Bərabər zaman fasilələrində gedilən yollar fərqlidir. Bərabər yeyinləşəndə olur. 1'ə A-yə, 2'ə S, 3'ə də D olur. Gələk situasiyalara. 58'də deyir ki, üfüqi müstəvidə qoyulmuş 2M və 3M kütləli iki cisim bir-birinə iplə bağlanmışdır. M1 cismi F qüvvəsi ilə dartır və cisimlər sabit atayıcı ilə hərəkət edir. Bir müddət sonra cisimlər bağlayan ip qırılır.
İp qırıldıqdan sonra hər bir cismin necə hərəkət etdiyini yazın. Baxın uşaqlar, əvvəlcə bu cismə F qüvvəsi tətbiq olunur və bu A təcilindən hərəkət edir. Özü də təcilin istiqamətinə baxsaz görərsiniz ki, təcil qüvvə istiqamətinə gedir, yəni qüvvəm böyükdür. İp qırılanda ikinci cismə artıq qüvvə təsir etmir. Newtonun birinci qanununa görə, əgər cismə heç bir qüvvə təsir etmirsə və ya edilən təsirlər bir-birini tarazlaşdırsa, o bərabər yavaşlayan hərəkət edər. Deməli, onda tapdım ki, ikinci cisim necə hərəkət edir? Bərabər yavaşlayan. Çünki artıq ona qüvvə təsir göstərmir. Amma birinci cisim isə kütlə azaldığı üçün təcil artır. Təcil artdığı üçün də bu cisim başlayır daha sürətlə hərəkət etməyə. Yəni, birinci cisim isə bərabər yeyinləşən hərəkət edir. Keçək digər suala. 59. Bizə deyir ki, kütləsi 2 ton olan minik avtomobili sükunət vəziyyətindən sabit əvəzləyici qüvvənin təsiri altında hərəkətə başlayır. İlk 20 saniyə ərzində avtomobil 300 metr yol gedərsə qüvvəni. Birinci növbədə gəlin təcili tapaq. Sükunət vəziyyətindən deyir V0 0-dır. S bərabər AT kvadratı böl 2-dən 300 bərabərdir. A vurulsun 400 bölünsün 2. Buradan sıfırlar gedir. A-nı tapanda 6-nı bölməliyəm 4-ə 1,5 taparam. Sonra da F bərabər MA yazaram. 1,5-i də vuraram 2 tona, yəni 2000-ə. Buradan da sıfırımın biri getsə, bu mənə verəcək 3000 Newton. 160 nömrəli sual. 60. Başlanğıc sürəti 108 km/saat olan cisim X oxunun əksi istiqamətində düzxətli bərabər təcilli hərəkət edir. Bu cismin təcilinin proyeksiyası 5 olarsa, ilk 10 saniyə ərzində sürətin modulunun zamandansılıq qrafikini çəkin. Deməli, bu cisim necə hərəkət edir? Deyir ki, X oxunun əksi istiqamətində düzxətli bərabər təcilli hərəkət edir. Yaxşı. V-nin T-dən asıllığı. Mən gəlin tapaq görək bu 10 saniyədən sonra bunun sürətin qiyməti necə dəyişəcəkdir. Demir yeyinləşən yavaşlayan olduğunu. Birinci V-ni çevirərəm V0. 108-i vuraram 18-də 5-ə. Bu mənə 30 verər. Son sürəti tapanda isə, yəni ki, təcilin proyeksiyası 5-dirsə, 10 saniyə sonra bunun sürəti nə qədər olar? Vururam 50 edir. İndi mən baxmalıyım ki, bu necə hərəkət edir. X oxunun əksi istiqamətində hərəkət edir. Təcil müsbətdir. Onda uşaqlar, mən sürətin qrafikini baxın. Belə çəkib 108-dən aşağıya doğru, 30-dan aşağıya doğru yeyinləşən çəkə bilmərəm. Çünki ona təcil də mənfi olur. Amma mənə təcil müsbət verib. Ona görə də sürətin qrafiki baxın bu şəkildə olur. Burada sürət 30-dur. Sonu 0-dır. Deyir ki, 10 saniyə ərzində sürətin modulunun zamandansılıq qrafikini çəkin. 10 saniyəni istəyirsə, gəlin bir dənə tapaq 10 saniyədə son sürət nədir? V0 çıx AT. Buradan da V0 30-dur. Çıx AT-də deməli 50 edir. Yəni mənfi 20-yə qədər gəlir. 30-dan mənfi 20-yə qədər gəlir. Bax belə. 10 saniyədə. Baxın bu şəkildə olur.